Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin keçirdiyi tender müsabiqəsinin qalibi Diller İnşaat Qapalı Səhmdar Cəmiyyəti olub. Müqaviləyə əsasən şirkət Şuşa şəhərinin D massivində yerləşən ərazidə ikinci mərhələ üzrə nəzərdə tutulan 7 yaşayış binasının tikintisi və ərazinin abadlaşdırılması işlərini həyata keçirəcək. Bu işlər üçün Qoruq İdarəsi tərəfindən şirkətə 29 milyon 373 min 906 manat 67 qəpik vəsait ödəniləcək. Məlumata görə hazırda şirkətin dövlət büdcəsinə 25 min 861 manat 24 qəpik məbləğində vergi borcu mövcuddur. Lakin buna baxmayaraq Diller İnşaat dövlət satın almalarında aktiv iştirak edir və iri məbləğli tenderlərin qalibi olur. Dövlət satın almalarının vahid internet portalının məlumatına əsasən son 5 il ərzində şirkət 10 tenderin qalibi elan olunub və ümumilikdə 80 milyon manatdan artıq vəsait əldə edib. Reestr məlumatına görə şirkət ilkin olaraq Orxan 1989 MMC adı ilə təsis edilib. Daha sonra adını dəyişərək hazırki hüquqi formasını alıb. Şirkətin rəsmi saytında rəhbər kimi göstərilən Orxan Quluzadə Milli Məclisin deputatı Ülvi Quliyevin oğludur. Qeyd edək ki, Ülvi Quliyev 20 ildən artıqdır ki, parlamentdə 15 saylı yasamal birinci seçki dairəsini təmsil edir.